Təbib 2 böyük tibb müəssisəsinə yeni direktorlar təyin etdi. Tibbi ərazi bölmələrini idarə etmə birliyində aparılan struktur dəyişiklikləri çərçivəsində yeni direktorlar təyin olunub. Təbibin verdiyi rəsmi məlumata görə Musa Abbasov Kliniki Tibbi Mərkəzin direktoru vəzifəsinə gətirilib. Müvafiq əmri Anar Bayramov imzalayıb. Musa Abbasov bu təyinata qədər 2020-ci ildən Mərkəzi Neftçilər Xəstəxanası direktoru kimi fəaliyyət göstərib. Qurumda aparılan son islahatlar nəticəsində əvvəlki direktor Könül Ələkbərov vəzifəsindən azad edilib. Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmənoğlu Mərkəzi Neftçilər Xəstəxanasına, Lətifov Hacı Məhəmmədoviç Abşeron rayon Mərkəzi Xəstəxanasına direktor təyin ediliblər. Eyni zamanda yeni klinika üçün də yeni rəhbər təyin olunub. Bu vəzifəyə Zəhra Vəzirova gətirilib. O bundan əvvəl Seçinov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı rektor müavini vəzifəsində çalışıb və Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir. Xatırladaq ki, əvvəlki direktor Barat Yusubov aprelin 22-sində vəzifəsindən azad edilib.